Xan müəllim, nəzərə alaq ki, Azərbaycan millisində məsələn kifayət qədər qol epizodları yaradılır, amma dəyərləndirə bilmir. Siz standartlara xüsusi akcent vermək istəyirsinizmi? Misal üçün, ən böyük qlobal misalı Nikola Jover Arsenaldır. Yəni, mən əminəm ki, sizin heyətinizdə standartlarla işləyən məşqçi var, amma xüsusi ritual halına gətirmək istəyirsinizmi? Çünki ki, arada yalnız siz də dediniz ki, dünənki mətbuat konferansındakı Maltonun 12 korner oldu, bu maçda dəfələrlə asmalar oldu, amma hiss olunurdu ki, o xüsusi hazırlıq ya görünmürdü, ya hazır değildi. Siz buna xüsusi akcent vermək istəyirsinizmi? Ki, nəzərə alıb ki, bizim qol vurmağımız çətindir. Bugün birinci qolumuz standart vəziyyətdən oldu və statistikaya baxsaq, Premier Ligdə ən çox statistikada qol vuran komandanın baş məşqçisidir. Təəssüf ki, Arsenalda işləmirəm, ya xarici dövrün bu şişirmir, ehtiyac yoxdur bugün, şükür Allaha özümüz bunun üzərindən gəlirik. Biraz klubda başqadır. Məsələn, klubda mən transfer edəndə, mən sırf o istədiyimiz, məsələn, hücumda başlanan, müdafiədə başlanan kornerlərdə elə futbol sanaqdarıq. Amma bugün milli komandada bu çətindir. Misal üçün, bizim bəzi stoperlərimiz var, yəni onu hamı bilir ki, hücumda o qədər də effektli döyürlər. Amma bugünkü oyuncularımız həm Cəlalın, həm Rahilin, həm Rəhmanın üstünlüyü var və Renatın. Bu heyətdən asılıdır. Ona görə milli komandada əlbəttə spordan təmin məşqdə başlayıb, onun üzərində işləyirik. Bu da bir günün işidir. İnşallah ki, bunda bəhrəsini görəcək.